Biz telefon haqqında dedik də, demədik mi? Biz dedikdir. O şəri, qeyri-şəri deyirlər. Onlar düzgün deyil, xatadır. O ki, qaldı çəkindirmək məsələsi isə, yəni bir var məsəl üçün, yəni bidət əhlində də çəkindirir. Amma bir də var, bir insanın bidət əhli olması sübuta yetməlidir ki, nə olsun, çəkindirilsin. Aydın mı? Yəni burada da bunlar xata ediblər, xatadır. Amma yəni bunların əsli, bunların bütün dəvəti, mən eşitdiyimə görə, bildiyim qədər, bunlar həmişə Şeyx Muqbil İbn Hüseyni Rahimullah, Şeyx Albani və Şeyx İbn Baz, bütün sələfi kitabları tərcüm, bütün sələfinin dəvətini aparan insanlardır. Və bu məsələdə bizim sələfimiz var. Aydın mı? Və Şeyx Abbad, Hafizullah, Şeyx Albani və onlar, məsələn, Şeyx Albani Rahimullah deyir ki, Leysə kullu mən vaqa'a fil kufri vaqa'al kufr aleyhi. Hər küfrə düşənin üzərinə küfür düşmür. Sən demir ki, məsələn, filan kəs küfrə düşdü, küfr etdi. Biz küfr etdi deyirik, yoxsa deyir ona kafir. Kafir yoxsa küfr etdi deyir. Aysa. Və eyni ilə deyir ki, təbdi və təfsiq babı da eyni babdandır. Leysə kullu mən vaqa'a fil bid'ati vaqa'atil bid'atu aleyh. Və hər bid'ətə düşənin üzərinə bid'ət düşmür. Bunun kimdir Şeyx? Bu Şeyx Albani Rahimullah. Əl-Sünnə qaydalarındandır. Bidətə düşür, deyər bu bidətdir, elədiyi şey düzgün deyil, xatadır, laf bidətdir deyirik. Amma insana yəni hökm verilməsi üçün, necə ki təkfirdə olduğu kimi, bax bu adamlar özləri dediyi nədir? Bunlar deyirlər ki, məsələn, hakim müsəlmandır, xuruc olmaz, itaat olmalıdır. Sadəcə müəyyən şeylərdən çıxardıblar şəri, qeyri-şəri və bu da bunu izah verdik ki, bu xatadır, səhvdir, əhl-i-sünnədə yoxdur. Aydın mı? Buna görə, bu yola görə, yəni onlar sələfdə qalırlar, yoxsa qalmırlar? İndi qalır, ona nəsiyyət olunur. Yəni sələf dairəsində qalır, qalmır şey. Yəni onu nəsiyyət olunur, əgər yenə davam eləsə, qalmır. Aydın? Kim nəsiyyət edə bilər? Ona nəsiyyət, kim ona ittiham eləmək istəyir? Yəni kimsə gedib, məsələn, bir eləməlidir o nəsiyyəti. Oradan durub kimsə deyəcək ki, mən gəlib nəsiyyət edəcəm. Kim ki danışmaq istəyirsə, onu ittiham eləmək istəyir, hökm vermək istəyirsə, eləmi? Nəsiyyət eləsin də. İndiyənlər kimi olunub, mən bilmirəm. Mən tərəfimdən bilmirəm, kimsə onlara nəsiyyət eləsin. Atışma ola bilər, atışsınlar belə. O nəsiyyət deyil. Nə vaxtdır ki, şeyx hökm verilir? Ona nəsiyyət olunmalıdır. Nəsiyyət olundan sonra qayıtmasa verilir. Nə qədər? İl müddət? Müddət yoxdur. Məsələn, əgər ona olunubsa da həqiqətən. Olunubsa. Alimlər tərəfindən olunubda forma haqqında. Sən var mı dəlilin olunub? Elə gətirirlər. Deyirlər ki, alimlər. Var mı sənin? Söhbət səndən gedir. Əgər sən danışırsansa, sən tək qəbirdə tək sən yatacaqsan. Tək səndən soruşulacaq. Sənin var mı? Əgər sən dedikodu ilə gedirsənsə, yəni alimlər onlara qarşı heç bir ittiham olunmayıb o formada. Yox, alimlər sual verib, cavab verir. Məsələn, o insan özünə görədir ki, mən ondan da böyüyündən soruşuram, belə deyir. Yəni şübhə var. Şübhəni də, məsələn, biz artıq küfrə düşən insan barəsində deyirik. Bəzən alimlər gətirir, hətta sən Quranı oxusan da, o demək deyil ki, şübhə qalxdı. Hüccənin qaldırılması sənin gətirdiyin dəlili başa düşməli və onda ona şübhə etməlidir. Maniyə qalxmalıdır. Maniyə qalxmalıdır. Ona görə, Şeyx Abbad Hafizullah deyir ki, bir də şeyxlərdən birinin haqqında danışanda, deyir ki, o mələklər barəsində xataya yol verir. Muavir radiyallahu anh barəsində böyük xataya yol verir. Biz kimliyimdən asılı olmayaraq, biz xatanı qəsd edirik. Amma deyir, mən o insanı o qədər xeyirlərinə çəkindirə bilmərəm. Formal daşıyır, yəni burada söhbət onun qaydasından gedir. Yəni yaxşını götürün, ziyanı qoymuram. Ola bilər Tofiq, Rafiq da ola bilər burada söhbət. Hələ bu ad formaldır. Burada söhbət onun tutduğu qaydasından gedir. O qayda elədirsə mütləq şəkildə batildir. Qayda nədir? Batildir. Amma hanı o qayda? Yəni kim sən özündən bir qaydanı gətirirsən, sonra cəmaatı ittiham edirsən. Əlhəmdə Şələbidən biz danışmamışıq. Hələbində gətirən özlər. Sonra ittiham edən özlər. Deyir ki, bazarda deyir, ən güclü bağıran deyir, qışqıran deyir, oğru özü olur. Tutun oğrunu. Hacan, hanım Hələbdən çağırmışıq. Əlhəmdə həmişə çalışdığımız Qurandır, sünnədir, böyük alimlərin də Oradakı ki, o 3 dəqiqəlik danışdınız. O ittiham, o sizə olan ittiham oldu ki, yəni deyir sizə orada sələfidirlər və onlar xəta edirlər. Bu fikir xətadır.
Lakin biz onlardan sələfdən çıxartmırıq, sələf dairəsindən çıxartmırıq, nəsiyyət edirik. Söhbət də bunun sizi ittiham olunan odur ki, burada hələ bu ad formaldır. Ya onu qaydasına gəlir də. Odur da, qaydasına gəlmir. Onda abşa xafa tələbidir. Sən o sufilərin sözü də oxşuyur. İbn Teymiyyə Vahabi olur. İbn Teymiyyə Vahabi, İbn nə vaxt yaşayıb? 7-ci, 8-ci əsrdə yaşayıb. 12-ci əsrdə, 12-də də Muhammed Vahabi. Deyir, İbn Teymiyyə Vahabi da, deyirəm o Şeyx Albani gətirir. Mən o, həmən sələfim var. Yəni sən, ya birincisi bu imtihana çəkmək, ilzəm mən özü bidət sayılır. Əlhəmdə biz, yəni sən mənə o vaxt qınaya bilərsən ki, mən xata olan şeyi düz deyərəm. Mən düz xatadır. Sən, siz olaraq, mənim ailəmin sələf formundan çəkindirirsiniz yoxsa yox? O mənə lazım olan. Sən Rus dilini bilirsən? Rus dilini azdan çoxdan bilirəm. Söhbət orada girməkdən getmir, söhbət oradakı olan. Sən çəkindirəm mən, sən öyrənmirsən. Yəni biz bir adam əsli bidətçidirsə, bidətçidən dərs alınmaz. Söhbət orada əsli bidətdən getmiş ki, söhbət əsli sələfdən getmiş. Elə çıxarası olsa, sənin özündən də ondan betər bidət çıxardır. O danışanların özlərindən də betər bidət çıxardır. Siz mənə nəsiyyət eləsəniz, mən götürəcəm o bidəti, qırağa qoyacam. Amma bunlara nəsiyyət olunur, deyilir ki, nəsiyyət olunur, götürmür. Bilirsən, niyə bilmədən danışırsan? Qardaşım, niyə bilmədən danışırsan? Bax, sana deyirəm, nə deyirəm, bax, qiyamət kimi sən tekst olacaqsan. Sənin boğazından yapışsalar, elimsiz. Niyə yüklənmək istəyirsən? Yəni, onu dəqiqləşdir, ondan sonra nəsiyyət elə. Sən dəqiqləşdir. Sonra əlbəttə nəsiyyət, kim israr eləyərsə, bildiyi halda, israr eləyərsə, nə olur? Onda yəni sizin vəzifə borcunuzdur ki, cəmaatı bu işdən çəkindirməsində, yəni bilməyənləri, bilənlər öyrətməlidir. Yəni siz neyə bilərsiniz ki, bu söhbət ortadan qalxsın? Dediniz necə? Nəsə elmində, yəni siz bilirsiniz. Biz nə lazımsa eləmişik. Əlhəmdə nə lazımsa danışmışıq. Artıq şey mən deyim, bax, mən hədis gətirim. Hədisdə də Peyğəmbər sana nə deyir? Bax, mən kimisə razı salmaq üçün cəhənnəmdə yanım. Nə bəxtiyyət yaddan çıxdı, ya da yadında qalır. Deyir, mən qalə fi müminin mə leysə fil. Kim bir mümində olmayan şeyi ona yapışdırarsa, cəhənnəm əhlindən o yandığı zaman ilinli axıntı var, axınt tökülür. O axıntının içərisində o deyəni Allah da məskun edir. Mən kimsə razı salmaq üçün cəhənnəm qazanmalıyam ki. Şeyx Ahməd də deyir ki, mən onlarla yazışmışam, yəni mənə məqalələr göndərdilər, görmüşəm ki, bu sələfin minhəcinə ziddir. Yəni ona danışıb çağırıblar, birbaşa Lənatla danışma danışmıyor. Danışmıyor, amma qardaş Kamal qardaş. Yanında deyəm, gəl danış, danışma. Danışmıyor. Vallahi bu məsələlər var, tək o məsələlər olsun. Yəni məqalələr onda ona gəlməyib, biraz çıxıb. Bilmirəm, nəsə gəlir, gəlməyib. Yəni deyirəm, nəsiyyət başqa şey, atışmalar başqa şey. Onlar da çıxardılar, onlar çox şey çıxardılar. Yəni çıxartmalar yol var, sələfin yolu üslubu olsa, vallahi orada xeyir olacaq, bərəkət olacaq. Yəni bu istiqamət sələfin yolu nədir şey? Necə nəsiyyət olunmalı? Nəsiyyətin üslubu necə olmalı? Nəsiyyətin gözəl şəkildə, yəni sevgi ilə, mərhəmətlə, yumuşaqlıqla nəsiyyət olunur, inşallah. Lüboy adam bu məsələ gözəl şəkildə olarsa qabul olunur. Amma yoxsa sən beləsən, əvvəl ittiham elə, siz beləsiz, sonra nəsə göndər. Yəni, o da hər bir insan öz deyimi qürurun var. Yaxşı, sən qüruru sındır, bu dəvət qaldırırsan, qüruru sındırmırsan. Yaxşı, onlar sındırmayanda da olur ki.